Herkese salam, kanalıma xoş gəlmisiniz. Gözlənilən artıq vlog gəldi. Təmizlik vlogudur. Balaca bir pauzalarda olacaq vlogda, çünki qızıma yemək verirdim. Əslində belə bir vlog çoxdan çəkmək istirdim. Axır ki əllərim gəldi buna. Çalışacağam ki belə vloglar tez-tez gəlsin. Mən isə başlayıram və sizə xoş izləmələr. İlk öncə başlayıram mən mətbəxdən. Qablar yığılır, mən səhər oyanıram. İlk ailənin ehtiyaclarını görürəm, sıyıqdır, pankekləri də hazır edirəm. Özüm üçün çay və ya kofe, Alinka üçün çay, yoldaşım üçün də səhər yeməyini hazır edirəm və özüm üçün. Əlbəttə, əgər istəsəm, iştahım varsa. Yoxdursa, sonra yeyə bilərəm. Mətbəxdən başlamaq mənə daha rahat gəlir. Bəs siz hardan başlayırsınız təmizliyə? Sonra oturacaqları qaldıram yuxarı, çünki balaca qız çıxır üzərinə. Son zamanlar evimiz bu haldadır. Bəzi yerdə olan yemək qırıntıları mən süpürürəm ki, toz soranda ilişib qalmasın. Əslində robot toz soran almışıq, amma mən həftədə bir dəfə evləri özüm toz soranlayıb silirəm. Onu da bir gündən bir çıxardıram. O da mənim üçün 2 gündən bir gündən bir təmizliyi saxlayır. Bir gün bir iş görməsəm, bir yerdə dayana bilmirəm. Axşam özümü pis hiss edirəmsə, özümü yormuram qablarla. Axşamdan yığılan qabları mən səhər yuya bilərəm. Yuyuram, quruduram, silirəm və yerləşdirirəm yerlərinə. Yatmışkən, ailənin yatana kimi göstərdə arasından nə aldıq? 31 manat 31 qəpik xərclədik. Bütün qiymətlər burada var. Stop eləyib baxa bilərsiniz. Və həmir tutmaq üçün sigara dadlı belə bir dənə ləzzətli resept bölüşəcəm sizlərlə. Bunu almışam. Tərxunla tərxunun bir ədədi 1 manat inana bilirsiniz. Neyse, bir tane de göğe yapı götürmüşəm. Pişiyin yemeği, o birisi kuru bitip bunu götürürəm. Maya, mozzarella pendiri, bu Tilzitski sır. Bu Malışnemirin pendirləri tatlı olur. Sonra kefir, Milan'ın kefiri. Sonra burada yumurtadır. Yumurtası tamam. Alinka için tandırdı.
gün elə dadlı pomidor almışdıq. Salyan pomidoruydu. Çox ləzzətliydi qızlar. Amma sonradan o kişi çıxdı, getdi, orada olmur. İndi görə hesab orada olacaq ya yox. Şimdi dayı bir dənəsinə o qədər ağlayırdı ki, orada verdim. Və 1 manat 1 qəpik. Ailin əlini uzatmışdı. İstədim alım. Nektarindir. Mən kıstati yumurtanı alanda yumurtaya ait onun burasına göre o kadar böyle pişirir oxumuşam. Salmonella şeyi var, xəstəliyi var. Səhv eləmirəmsə qurtdur. Deməli indi bunları yumuram, amma bunları əl vurandan sonra əllərimizi yaxşıca yumalıyıq. Çünki onlar burada da ola bilər, ətdə ola bilər, hər şeydə ola bilər. Ona görə mən ilk öncə soyuducuya göndərirəm, yumuram. Amma istifadə edəndə 2-3 dəfə mən bunları yuyuram, hətta əllərimi də. Deyirəm, əvvəllər belə şeylər yox idi. O gün demişdim vlogda da. Əvvəl hər şeyi yirdik, kənd yumurtası, olsun market yumurtası qorxmurdu. İndi hər şeyi sterilizasiya eləmək lazımdır, pastörizə edilmiş. Bilmirəm nədəndir. Yəqin məhsullar artıq köhnədir. Ya da ki o kadar şey tökülür ki üzerine böyle bir şeyler çıkır. Bilmiyorum da mənə də maraqlıdır. Siz də fikirlərinizi yazın, bölüşün. Neyse koyun bunu belə saxlayıram. Sonra lazım olanda çıxardıram. Kənd yumurtası mən normal tapa bilmirəm. Həmişə alıram, aldadırlar. Buradaki satıcılar deyir ki kənd yumurtası gəlirmi və adi yumurta oxşur. Yəni kənd yumurtasına heç yaxın da deyil. Buna görə belə yumurtaları alıram. Neyim? Yarısı da gedir pankeklərə. Belə şeylər. Biz çox az, nadir hallarda biz yumurta yeyə bilərik belə. Yoldaşım xoşdur, mən çox yox. Neyse koyun bunun yerinə və təmizliyə davam. Yadımdan çıxdı göstərmək. Bu endirimdəydi. Biskolata, mud. Son vaxtlar buna oturmuşam. Yəni çox tatlıdılar. Burada hələ hər pişenyanın üzərində bir şey var. Smaylik falan belə. Udaçadır, здоровье, любовь, nə bilim, sevgi, iş, əyləncə falan filan belə şeylər var. Sonra endirimdə bir də 2 kilo un almışam. Və, конечно же, içdiyim bəyəkki kəppi. Bu tərəfi yığışdırmadım. İndi buranı da istəyirəm sabunlayım. Plitanın üzərini və burada biraz təmizləyim. Orada da çaynikim var, onu yumalıyam. Təmizdim. Bütün buranı təmizlədim. O tərəfi də təmizləmişdim. Sadəcə bir dənə ədviyyatları dolduracağım. Çünki bəziləri bitib. Bunları da qaldırdım ki, toz soranı yandıranda meşaçılıq eləməsin. Heç nə. Qaldı bir dənə bura. Burada artıq keçdim yataq otağımıza. Aylin yuxudan oyanmışdı. Mən də mətbəxi təmizlədim. Oturdum, çay içdim 5 dəqiqə və üzümə biraz baxım eləmişdim. Bizim otaqda da bir neçə dolabın üzərində tozları yığdım. Bu dərin təmizlik deyil. Haçan görəmsə tozları yığılmağa başlayır. Pəncərələr bizdə hər gün açıq olur. Plus da ki eyvandakı tozlar da gəlir otağa. Çalışıram sadə təmizlik salfetkası ilə silim. Buradakı room tour nəysə bizim otağımız plus Aylinka da bizimlə yatır. Arada bir burada yatır. Arada bir bizimlə.
Buraları da böyle bir yüngülvari təmizlədim. Bircə bunları yığışdırmalıyam. Bilmirəm haranındır, nəyindir. Bir ora yığıram həmişə. Sonra yerlərinə qoyuram. Heç nə, bunları da tullayım. Buralar bitdi. Pəncərələri də silmişdim. Ona görə silmirəm. Başqa bir təmizlik vlogunda biz pəncərələri də silərik. Güzgülər də həmçinin mən hər gün bu salfetlərlə keçirəm üstündən. Ona görə elə də kirlənmirlər. Ona görə güzgülər, pəncərə başqa bir vlogda görə biləcəksiniz necə təmizləyirəm. Bu tərəfdə də bizdə komoddur, Aylinkanın komodudur. Bura arada bir televizor qoyuram, uzanıb yoldaşımla kinoya baxırıq. Aylinka yatanda lampamdır, nəmləndiricidir, Aylinin oyuncaqlarıdır. Oranı da Aylin bütün aboyları qopardıb. İndi bura yeni aboy sifariş verməliyəm. Bunları da istəyirəm dəyişdirim bu aboyları həmçinin. Buralar okeydi. Böyle yığışdırdım. İstedim ki oradaki ləkələri çıxardım. Biraz çıxdı, biraz qaldı. İndi istəyirəm bir dənə ləkə çıxardan sifariş edəcəm. Görək. Neysə, bunun üzlüyü Temu'dan sifariş edəcəm. Bu yaxınlarda ev üçün bir neçə sifarişim olmalı. Bir ev üçün bir neçə sifarişim olmalıdır. Ona görə səhifəmdə gözünüz olsun. Maraqlı bir şeylər sifariş edəcəm ev üçün. Aylinkanın ləllələri. Bunları da dəyişdirməliyəm. Əslində qışlıqdılar bunlar. Bunlar da xoşuma gəlmirlər. Artıq gözümü yorur. Çoxdan sifariş eləmişdim. Gözümü yorur deyə yenilərini sifariş edəcəm. Nəsə belə yay falan, limon, belə şeylər. Görək bura hansı daha yaxşı yaraşır. Nəysə qızlar, bu tərəfi yığışdırmışam. Buradakı yenə gəlib çıxardıb bunu. Bu yerdədir. Burada yer silirdi. O bir uşaqla. Özünüz bilirsiniz ki, necə çətindir yığışdırmaq. Hələ mən başqaları demirəm ha. 2-3 uşaq ev olanları. Allah bizə mamalara səbr versin. Bir də nə deyəcəkdim? O tərəfləri yığışdıracağım. Bizdə qızlar bir otaqdan 2 otaq düzəldiblər. Room tour eləsəm, bir fikrim olsa onu da görəcəksiniz. O birisi otağı niyə göstərmirəm? Çünki svalka kimi bir, zibilxana kimi bir yerdir. Orada nə istəsəniz var belə. Ona görə göstərmirəm. Room tour da olacaq bu yaxınlarda. Ona görə çalışın videolarımı qaçırtmayın. Heç nə, mən gedim çay fasiləsi eləyim. Məndə çay var burada. Maskamı da çıxartmışam. Gedim çayımı içim və təmizliyimizə davam. Qızlar, pauza elədim. Özümə salat elədim ki, yemək yiyeyim. Yoxsa mən gün ərzində heç nə yeməsəm, enerjim bitir. Dedim, burada belə yalançı Sezar salat eləyirəm. Sizlərlə də paylaşacağım indi düzəldəndə. İlk Aylini yedizdirirəm. Çünki mən indi otursam onunla bir yerdə mən yeyə bilməyəcəm, o da yeyə bilməyəcək. Supu həmişə bu taylıçkada verirəm. Bu qədər qoyuram böyüyə. Pomidorun kajurkasını təmizlədim, qabığını. Bir də xiyar. Xiyarla pomidor axırda verəcəm. İndi versəm yeməyəcək. Bunu özüm yedizdirirəm. Çünki özü normal yeyə bilmir. Qaşığı tutur düzdür, amma hər şey yerdə olur. Yəni yerdə olmaqdansa ağzında olması yaxşıdır. Bu da qızlar mənimdir, Sezar salatı. Sezardan da heç mayonez, Sezar sosu yoxdur. Sadə xamadır, yağsız, az yağlı. Suxarilərdir, toyuqdur. O da qaynadılmış belə yağsız. Ən çox burada kağı və iceberg salatı var. Mən yeməyim bunu. Axşam indi heç nə yeməyəcəm. Düzdür, pəhrizdə deyiləm. Amma yediyim, yəni elə istidə yediyim bir tək yemək bu ola bilər. Gedim yeyim və təmizliyimizə davam edərik. Bu arada da 2 dənə belə marinaları bağladım. Dənə-dənə görürsünüz. Dondurmuşam onları. Rahatdır. İndi konteynerlərə qoyacağam. Göndərəcəm buzluğa. Lazım olanda çıxardıb nəsə bir pirogdan, tortdan falan pişirəcəm. İndi yenə almaq istəyirəm. 3 manat 50 qəpiyə almışam bir korobkasını, elə bu qədərini.
İkinci qablarıdır bu. Bunları da yudum. Bura dolu. Buranı təmizləyəcəm. İndi fikir verməyin. Və buraları bir çırpma ilə yanınıza qayıdacağım. Və salam. Burada təmizdir. Рыбок ставь и лови рыбок. Давай. Положи рыбку тоже. Молодец. Ой, да, рыбка упала. Умница. Упала рыбка. Вот, собирай рыбку. Давай, лови рыбку. Ты положи ее, да, лови. Лови. Палочкой лови, да, солнышко? Смотри. Оп! Evlər təmiz olanda oturub əlindən belə saatlarla oynaya bilərəm. Adam heç yerə qaçmır, heç bir iş gözləmir. Can! Aferin sənə. Çək elə, çək. Çək, vur, çək. Artıq sizinlə sağollaşmaq üzərəyəm. Çox sağ olun ki, bu vloqa axıra kimi baxmısınız. Mən də bir vlog da hazırdır. Ona görə qaçırtmayın. Hələlik.